Polşada oturum almaq, taksi işləmək, prava dəyişmək, dostlar, hamısı bu videoda var. Axıracan dinləyin. Əgər Polşada bir dostunuz varsa, taksi işləmək istəyirsə, onu bizim servisə gətirin, partnyorka eləyək. Qalan iş bizdəydi. Hər həftə bütün qazandığınız pul hesabınıza yatırılır. 8% verginiz bizim partnyorluq tərəfindən ödənilir. Sadəcə sizdən 150 zlot həftəlik elə bil ki, partnyorka pulu tutulur. Və ilk həftə heç bir partnyorka pulu alınmır sizdən, can rahatlıqla işləyə bilərsiniz. Şirkətimiz tərəfindən istədiyiniz maşını istəyə bilərsiniz, tələb eləyə bilərsiniz və şirkət onu sizin təmin eləyəcək. Başa düşürük, ilk həftə gələnlərin pulu olmur, ona görə də hətta yanacaq kartı 800 zlotluq yanacaq kartı da hədiyyə olunur. İstədiyiniz yanacaq doldurma mərkəzindən hətta doldura bilərsiniz, xüsusi bir yer yoxdur. Sadəcə bu məbləğ elə bir ki, imkanı olmayan adamların rahat taksi işinə başlamağı üçündür. Cəmi bir gün ərzində sənədləşmə, lisenziyanın alınması, hesabın aktivləşdirilməsi, sürətli şəkildə işə başlama. Oturum üçün karta müraciət olunur. 3 illik oturum, karta pabita deyirlər, almaq imkanı. Və 7-24 dostlar, zəng eləyib problemimizi deyə bilərsiniz şirkətə. Hər həftə şirkət tərəfindən ən çox sifariş götürən şəxslərə müəyyən hədiyyələr verilir. Bundan əvvəlki dəfə, məsəl üçün, gözəl bir dənə bahalı saat hədiyyə olunmuşdu. Əlaqə nömrəsini və ünvanı şərhə və yaxud da bioqrafiyada görə bilərsiniz dostlar. Polşada yaşayan dostlarınıza göndərin və yaxud da onları təq eləyin.